Göyçay sakini Tağı Həmidov evinin yaxınlığında fəaliyyət göstərən avtoyuma məntəqəsindən şikayətçidir. Onun sözlərinə görə, obyekt gecə saatlarına dək işləyir. Səs-küy və avtomobillərin qaz verməsi ailəni narahat edir. Vətəndaş aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və tədbir görülməsini xahiş edir. Gəlin indi vətəndaşın özünü dinləyək. Mən Həmidov Tağı Mustafaoğlu, Göyçay şəhərinin Nizami köçəsində yaşayıram. 50 çay altında fəaliyyət göstərən Moykadan şikayətçiyəm. Moyka yəni evimə dirəni şəkildə işləyir. Vaxt hal-hazırda səsindən dayanmaq mümkün deyil. İcra hakimiyyətinə müraciət eləmişəm. Mehriban xanıma yazmışam. 11-ə kimi işləyir, 10-a kimi işləyir. Yəni maşını içəridə qazlayıb gedirlər. Netlər, ürəklər işləyirlər. Deyirəm, bizim 12 kimi işləməyə ixtiyarımız var, heç kimi də işləyə bilməz. Xahiş edirəm, bu barədə tədbir görəsiniz. Etibar Bəşirov, Göyçay naminə.